Salam değerli izləyicilər, əziz kanalımızdan da sizləri xoş gördük. Hər birinizi bu günləri Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında yeni tikili 16 mərtəbəli binanın 3-cü mərtəbəsindəyik. Burada sizlərə qanuni 2 otaqlı, əla təmirli bir mənzil təqdim edəcəm. Mənzilimizin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz isə bizi qarşılayır. Giriş hissənin döşəməsi qranit mərmər və isti döşəmədən ibarətdir. Sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Burada yataq otağı, o istiqamətdə mənzilin qonaq otağı və mətbəx hissəmiz isə burada yerləşməkdədir. İlk olaraq mənzilin qonaq otağını sizlərə göstərim. Gördüyünüz kimi belə bir kvadrat ölçüyə malik qonaq otağını görürsünüz. Kifayət qədər genişdir mənzilimiz. 78 kvadrat ümumi sahədən ibarətdir. Qanuni 2 otaq bir mənzildir. Qonaq otağından mənzilin eyvan hissəsinə keçidimiz də mümkündür. Mənzildə ümumi olaraq 2 eyvan mövcuddur. Təmirdən sonra mənzildə yaşayış olmayıb, binada qaz, su, işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı və geniş həyatı mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Burada mənzilin mətbəx hissəsini görürsünüz. Mətbəx mebelimiz də sol tərəfdə quraşdırılmış şəkildədir. Gün düşən işıqlı bir mənzildə yeni təmir olunub. Mənzilimiz açarlar bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Burada isə mənzilin ikinci eyvanı yerləşir. İstilik sistemi kombidi batareyalar otaqlarda yerləşdirilmiş şəkildədir. Dəhliz, mətbəx və sanitar qovşağının döşəməsi qranit mərmər və isti döşəmədən ibarətdir. Burada isə mənzilin yataq otağı hissəsi yerləşir. Gördüyünüz kimi yataq otağımız da kifayət qədər genişdir. Geniş sahəyə malikdir, rahatlıqla mebellərinizi, əşyalarınızı bura yerləşdirə bilərsiniz. Bu otaqdan da mənzilin eyvanına keçid mümkündür. Az öncə göstərdim sizlərə. Bu eyvana həm qonaq otağından, həm yataq otağından keçmək mümkündür. Ümumi olaraq 2 eyvan mövcuddur. Biri mətbəx hissədən keçilir, digəri isə yataq otağı və qonaq otağı hissəsindən. Son olaraq isə keçək mənzilin sanitar qovşağını sizlərə göstərim. Burada isə gördüyünüz kimi mənzilin sanitar qovşağı yerləşir. Burada lazım olan bütün hamam, tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Mənzil haqqında ümumi məlumata keçin. Mənzilimiz yerləşir Yeni Yasamalda Əsəd Əhmədov küçəsinin sonu 77 nömrəli avtobusun son dayanacağında yerləşir. 16 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində qanuni 2 otaq 78 kvadrat ümumi sahədən ibarətdir. Mənzilin sənədləri MTK müqaviləsi və maliyyə arayışıdır. İstilik sistemi kombidi batareyalarda otaqlarda yerləşdirilmiş şəkildədir. Yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb mənzildə. Gördüyünüz mənzilin qiyməti 178.000 manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı baxış keçirmək mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.